Qabağımda indiyə qədər getmədiyim 10 dənə Avropa ölkəsi var və Ərəsinin 10 şansı var. Basaq görək hansı ölkəyə gedirik. Avstriyada görüşərik, sağ olar. Sasım da belə, neysə. Salam dostlar, bugün Viyanadayıq, arxamda gördüyünüz kimi. Və normalda əlimdə City Guide var idi, yəni şəhəri görmək üçün bir xəritə. Amma bizə lazım deyil, niyə? Çünki kameranın arxasında Raul var. Raulla necə tanış olmuşuq? Salam dostlar, necəsiz? Hər vaxtınız xeyir. Mən story atdım ki, Viyanadaya gəlirəm, amma qalmağa yerim yoxdur və Raul mənə Bu Ağdamlı oğlan dostumuzu axtardı, tapdı. dedi ki, Raul dedi ki, gəl mənim yanımda yox. Nə dedin? Gəl birlikdə yapaq. Gəl birlikdə qal. Dedi ki, mənim evimdə qala bilərsiniz. Və bu çox yaxşı oldu çünki mənim pulum azdır. Eyni şəkildə. Raul, bu gün aralara gəzirik. Dostum, deməli belə, bugün abisi, bugün hal-hazırda tam Viyananın mərkəzi yerlərindən birindən başlayırıq gəzməyimizə. Buradan Stefanplatz kafedralına doğru gedəcəyik, belə gəzəcəyik buradan düz. Bütün maraqlı küçələri, buranın gəzməli, görməli yerlərini sana göstərəcəm. Havamız gözəldir, bildiyim qədərilə 21 dərəcədir, yağış yoxdur. Burada hava proqnozu verir. Allah özü bilər. Səyahət əla olacaq, bombalan. Maraqlı olan odur ki, biz bu videoda bəzi challenge-larımız var, onları yerinə yetirməliyik. Məsələn, video bitmədən yerinə yetirməli olduğumuz 3 fərqli tapşırığımız olacaq. İlk tapşırıq məşhur bir yerdə şəkil çəkdirmək. Çox da çətin olmayacaq, çünki Viyanadayıq. Tapşırıq 2, Avstriyada yaşayan bir nəfərdən hara getməyimizi məsləhət gördüklərini soruşub oralara gedəcəyik. Və son tapşırığı isə Instagram izləyicilərim verəcək. Ona görə belə şansları qaçırmamaq üçün məni Instagramdan izlə. Bu tapşırıqlar nə qədər çətin səslənsə də sizin tapşırığınız çox asandır. Sadəcə aşağı düş, kanala abunə ol və videonu like et. Videoda ən sevdiyin yeri də kommentlərdə bildirməyi unutma. Nəysə, konsepti başa düşdüyün üçün videoya qayıda bilərik. Məsələn, indi Viyanalı birindən yaxınlaşaq. Sorry. Can we make Məsələn belə. Burada məşhur olan bir şeydə cəmaət atları minir. Yəni biz neçənci yüzildə yaşayırıq ki, atları hələ də maşın kimi izlədirsiniz. Turistik. Viyana xalqı sizi qınayıram. Dostlar, məsələn indi atlı birinə yaxınlaşaq. Atlar belədir və indi neçə olduğunu soruşaq. How much? 20 dəqiqə 60 evro, 40 dəqiqə 120 evro. Bura 120 evro. Azərbaycan manatla bura gəlmişik. Biz nətər burada 60 evro at sürməyə verək. Abi bilsən necədir? 120 evro Abi görmədi. Bahadır abi. Abi bir nəfər söz verib pul gəlmə. Və Havaya nə sorarım? bir də bunu başa düşmürsünüzsə, bayaqdan kasıb cümlələri deyirik. Yəni abi gör nə deyim. Qazam Raul bir iki dənə kasıb cümləsi desin. Abi sən necədir? Abi akşama pul gələsidir. Çatdıracam məsələləri. Abi havaya nəsə buraxıblar. Abi oraya necə gələ bilərik? Turanın ən çox aldığı suallardan biridir. Şimdi bu sualı cavablandırmaq üçün Turandan Raul, Yaponiyaya və ya Avropaya gəlmək üçün. Dostlar, Raula əsasən bura Viyananın ən yaxşı kilsəsidir, ən sevdiyi kilsəsidir. Kilsənin içində maraqlı olan odur ki, həftənin fərqli günlərində uyda atlara var, qırmızıdır. Bəli. Bunlar Meksikan atlarıdır. Bəli, Meksikan atları da yəqin ki. Nə əlaqə? Türkiyənin atlarıdır bura. Bəli, gördünüz kimi səmimi isti münasibətlər. Kraliça, buranın kraliçası idi məndə. Bəli, ola bilər. Raul düzdür. Doğrudur. Nəysə. Gördüyünüz bu kilsə həftənin fərqli günlərində içində konseptlər olur, Mozartlar çalırlar, ifa edirlər. Gəl indi gedək görək, indi muzika var. İndi biraz sakit olmalıyıq və papağı çıxartmaq lazımdır. Çəkilişi cəza var, soruşur. Ya Allah. Bismillah de bax. Bu gün konsert yoxdur. Əlayım, gəlin. Konum atıram. Dostlar, qətiyyən dinlə məzələnmirdi. Yəni, xristiyan olsanız da, müsəlman olsanız da bir-birimizin dinlərinə hörmətlə yanaşmağımız. Əsas ərəb olmayın. Məşhur yerdə şəkil çəkdirmək üçün gedirik Stefanplatza da. Stefanplatz. Bəli, ora gedirik ki, məşhur yerdə şəkil çəkdirək. Bəli, Stefanplatz. Viyanalı adam tapa bilmirik. Xanımı çəkmə. Bu heykəlin adı nədir? Murat, hardasa? Harda? Del Fatih. Bura gördüyünüz kimi Raul'un bayaqdan təriflədiyi Stefanplatzdır. Platz. Platzdır. Bu haqqında bir maraqlı fakt et. Deməli, buradan metrodan çıxırsan, gözəl vid çıxır belə. O buradır. Deyim çək, metroya düşüb çəkərik. Bir dənə edit mahnısı qoyaq, başladı.
Burada o tərəfdə deyir, ona niyə baxırsan? Yaxınlaş, yaxınlaş. De, bunlar. Avstriyalılardır. Avstriyalılar, yaxınlaş. Yaxınlaş tez. Ana qızı niyə? Ay, yaxınlaş, səni çəkirəm. Uşaqlar, indi bir adama yaxınlaşıb deyəcək ki, Random iki nəfərə yaxınlaşırıq. You speak English, right? Okay, we're making a video. I'm from... Famous YouTuber. Dostlar, deməli 2 dənə Avstriyalı adam tanışıq. What's your Stephanie. Lara. Very nice to meet you. So, our question is, first off, how long have you been living in Austria? My whole life. Yes, correct. How old are you? 18. 18. Okay. Deməli, It's her birthday today. Yes. birthday! Happy birthday! It's her birthday, guys! Happy birthday to you! Yes, they're celebrating as well. Huh? Thank you. What did he say? So where in Vienna can we go and see? Prater. And, Ja, bitte Prater. Oh, Maria-Hilfer-Straße. For shopping. okay, Raul, you know those places? exactly. Okay, I know. we're gonna go see them and review them, and we can send you a review if we can get your Instagrams. So we can text you. Gəldik ilk məşhur yerimizə və görevlərimizdən biri məşhur bir yerdə şəkil çəkdirməkdir. Sən burada dur, tərpənmə. Ron yox açıqdır. Kim çəkir onun şəklini? Baxam, heç kim görünmür. Hə, bir xanım çəkir. Video çəkirik. Videoda sən olsaydın alacaq. Salam de, salam de. Uşaq nətər sevindi ya. Hem uşaqdır. Sən hardan tanıyırsan ki onu? Görmüşəm, olur mu? Ben mənə görür deyir, bak sən o profilinə baxıbdır, söyüş sat yazmışsan onunla nə baxsa. Ne? Ay yanımdadır zarafat ilə. Salam meləklər. Bu dəqiqə sən videoma baxırdın, bu dəqiqə. Hansı videoya bax? Bana belə olur dostum. O, Holland diyalda evim var, deyil, oranı, o qədər. Dostlar, bura Stefan Platz'da nədə oradır və hamı çox sakitdir. İçəri belədir və Raul nəsə səsə qulaq asır. Raul, bura haqqında maraqlı bir dənə Hə, məlumat. dostum, qızların səsindən biraz başımda xüzürü say. Hal-hazırda içinin tam oralara giriş puludur. Səhv etmirəmsə 14 euro mu nə belə bir giriş Oha, qiyməti var. girmirəm bura. Nosta Hə, xristian deyil. Amma biz də hər bir kasıb təbəqənin cəmaatı kimi o telefonu buradan keçirdik. Bu tayından çəkirdik. Bəli, baxın. Katedral çox da mənə xoşuma gəlmədi açığı. Bəyəndirə bilmədik. Nəsə maraqlı bir şey var idi içində. Pul vermədik, düzdür, 14 euro mən verən deyiləm. Uşaqlar, Instagramdan story atdım, izləyicilərim mənə bilgilərini görə versin. Ona görə Instagramı follow eləmirsinizsə girin eləyin. Yeah man. Suya pul verməmək üçün gəlib burada atların istiyi sudan içirlər. Məncə bu çox iyrəncdir, düzdür? Çox düzgün adam belə eləməz. Hə, sən öl. Uşaqlar, vlogun ikinci günündəyik və bu gün 28 maydır. 28 may Azərbaycan Respublika günü. Azərbaycan 1918-ci il 28 may Cümhuriyyətimizin qurulma günü. Hamını təbrik edirəm. Bura gördüyünüz kimi Viyana şəhəridir. Göstər bir dənə qəşəng. Və burada nə deməyə çalışdıq? Viyana nədir? Azərbaycandır, brat. Azərbaycan, Azərbaycan, ey qəhrəmanım. Dünən dediyim kimi izləyicilərdən bəzi görevlər istədim və biri demişdi ki, insanlardan Azərbaycan bayrağını tanıyıb tanımadıqlarını soruşaq. Ona görə bayrağımızı götürmüşük və gedəcəyik birazdan şəhərə. Dediyim kimi şəhərdəyik artıq və Bakı formamız və Azərbaycan bayrağımız. İndi insanlardan soruşaq görək Azərbaycan bayrağını tanıyırlar, yoxsa yox. Do you know this flag? No. Yox. Do you know this flag or no? No. You? No. 3 tane yox. Heç kim bilmir. Hi guys, sorry. Do you know this flag? Good job, he knows. How do you know Azerbaijan? I draw flags a lot. Thank you. Today is Republic Day in Azerbaijan and thank you for knowing our country. You're a good person. What's your name? Simon. Simon. Thank you. Nice to meet you. Uşaqlar, 1-3. Amma mən səs yazmaq yadımdan çıxıb. Hi guys, sorry, 1 minute. Do you know this flag or no? The flag, you know it? Maybe. What is it? Turkey. Turkey? No, it's next to it. Azerbaijan. Azerbaijan. Yeah, he knows. Thank you man, thank you. Have a nice day. Artıq 2-3. 2-3 uşaqlar. Biraz turistlərə yaxınlaşaq, turistlərə. Azərbaycan. Bu qıza yaxınlaşaq. Hi, excuse me.
Kısmetini al. Özü de güldü ya la. Do you know this flag or no? It's a question. You know this flag? Wow, he knows the country. How do you know Azerbaijan? I like flags. I like geography. Okay, where is it on the map? It's near Armenia, Georgia, and on the Black Sea. Yeah. Yeah. No, Caspian Sea. Caspian Sea, sorry. Yeah. sorry. Thank you, man. man. Thank you. Have a nice day. Şalar, now only 2 people guessed it right, so you're one of them. Just YouTube. But I'm not very famous. It's fine. Turan, it's this. Alright. Yes. Where are you guys from? Italy. Nice. Do you know the flag of Italy? Yes, of course. Green, white, red. Well done. Yes, I know my country. Yes, have a nice day, guys. Uşaqlar, artıq 2 nəfər düz cavab verdi. İkincisi, Azərbaycanlı birini tapsaq zor olar. Do you know this flag or no? No. Uşaqlar. Niyə belə məndən qorxurlar o çalmalı? Qorxuluyam mən. Ölməliydim. Çok adam bilmir sadece. Ölməliydim. Whoa! Do you know this flag? Bilmirlər. Havay Arkada 2 dənə Asiyalı qız var. Amma gözəldilər biraz. Ona görə yaxınlaşdım. Hi, excuse me. Do you know this flag or no? Quick question. No. You? No. Neyse bunlar da bilmədi, neyse. O birisi görevimizə keçək. İnşallah hal-hazırda dünən qızların dediyi yerə gəlmişik. Gördüyünüz kimi. Bura daha çox Targovu kimidir. Yəni küsədir, sadəcə alış-veriş edirsən. Yəni çəkməyə bir şey yoxdur, ona görə bayaqdan gəzirik ki, nə çəkək, bunu tapdıq. Yəni uşaqlar qeyri-adi bir şey yoxdur. Qeyri-adi bir şey var. Allah qeyri-adi var. Qaqaş rəqs edir. Oha. Qızlar da çox sağ olsun bizə yer dedilər. Bir dənə də yer demişlər. Prater. Dostlar, qızların dediyi ikinci yerdəyik və bura sadəcə bir parkdır və yanımda bugün Fəxri var. Oo, zamanımız var. Fəxri. Axır ki görüşdük uşaqlar. Fəxri üçün like asın. Bəli. Bir şey sesim minəcək, nəyə minəcək? Uşaqlar, həqiqətən mən yüksəklik qorxum var, ürək bulanmam var, hər şey var məndə. Dostum, mən düşünürəm ki, sən buna minməlisən, çünki bu yəni ən gözəllərdən biridir. Ekstremdir də, yəni buna minmək lazımdır. Şəhərin gözəl məntəqələrindən Bəli, bütün şəhəri də görəsən, gözünü yummasan. bu qaçır. Mən buna minənmərəm Allah haqqı. Anlis belə də. Mən buna minənmərəm. 5 dəqiqə sonra. Dostlar, Turan nə təqədir? Hayda. Sağ ol. Sen beni niye almadın? Zor burada Allah. Ver onu göster. Dön neydi o? Ay. Ölmedi bura. Gözün soğuk bağladı. Gözün değişti soğuk Ben bağladı. neyim o öldürdüm ben öldürdüm. Davay. Dostlar, indi bir də minəcəyik. Gör nə var indi. Ay ne daşlamı. Uşaqlar minib qutarmışıq. Qutarıb mənə deyir ki dostun ödəyib bir dənə də gedirik. Mən deyirəm nə danışırsan qaqaş? Qaqaş onları açır mənə saxlayır. Allah haqqı elə bildim eləmişsin. Ürəyim dayandı. Aa. Mən aşkar elədim ki, Raul qorxu evlərindən qorxur. İndi hara gedəcəyik Raul? Evə. Əlbəttə ki, onu qorxu evinə. O məni tırkaya gətirib ona mindirdi. Yetim! Gözlə. Ayda! Nə var o? Heç nə yox, desən gel. Yo. Hayır, eləmə. Ulan ben çok korkuram. Fəxri! Der heç nə yoxdur ki burada, elə budur. Allah oradan qız səslər gəlir. Raket qabana bilmirəm. Hakkında tamam. Turan! Bırak beni. Bana gelirler Turan! Oy zıplıyor o ne zıplıyor? Ne var oğlum? Bana arkaya koyma! Təəssüratların nədir?
Dostlar, artıq Viyana tətilimin sonuna gəldik. Raul qardaşım çox sağ olsun, məni qonaq elədi. Çox sağ ol, çox sağ ol. Səndən tanış olub. Salamatça inşallah Praqaya gəlirsən də. Raulla yenə görüşəcəyik, yenə videolar gəlsinizsə, like adın, abunə olun. RR Aul 2 ilə 02. Bekar qızlar varsa yazsın onu. Zəhmət olmasın. Like adın, abunə olun. Turanın ani qərarı ilə özünü Nederlandda hiss elədi. Dedi ki, velosiped götürək. Amma gözəldir. Benim dinim spor, idman. Kendimi gangster gibi hissediyorum. Ece Fitness. Saygılar.